Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb. Naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib. Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq eləməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanuna zidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də amban lentə alınıb. Faktlarla bağlı araşdırma aparılır. Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşları varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. Özümü işçi kimi təqdim edib, adına damatlarla pul yönəmiş.